Salam əziz dostlar, 6 yanvar 2026-cı il rəşadətlə bir yerdəyik. 4-cü, necə deyərlər, payın sahibidir. Yurt restoranlar şəbəkəsi, marketlər şəbəkəsinin adından payımızın demək yiyəsi. Allah səni var eləsin. Bax bu kişi gecənin bu vaxtı əziyyət çəkir, balasını saxlayır. Bax göz qabağında, bax bu kişiyə yardım eləmək, dəstək olmaq, Allaha ibadət eləmək deməkdir. Şəhadət, yurt marketlər şəbəkəmizdən sənə bayram sovqatımız var. Bugün gedmirsən, heç nə eləmirsən, bugünlük götürürsən, gedirsən evinə, eşiyinə. Sabah yenə də işləyirsən. Eşitdinmi məni? Allah səni var eləsin, canın sağ olsun, Allah sənə şəfa versin. Allah bu verirsiniz şey, Allah sizlərə can sağlığı versin. Bu payı göndərən Allah var eləsin. Allah rızanı bol eləsin. Çox sağ olun, minnətlərim. Bəli, yurt şəbəkələri həmişə sözün deyir. Yurt marketimizin payı rəşadətə çatır indi. Allah köməyiniz olsun. Çox sağ olun, minnətlərim. Allah köməkləriniz olsun. Yurt market şəbəkəsindən Allah sizə var eləsin. Allah minnətlərinizi bildirin. Allah sizə kömək olsun. Allah sizləri kimi insanlara dəyməsin. Allah'ın neşəsini kimi insanlara var eləsin. Çox sağ olun, minnətlərim sizlərə. Allah köməyiniz olsun. Sağ ol, kömək eləyim sənə. Yox, minnətlərim, Allah köməyiniz olsun. Allah sənə kömək olsun, gedirsən evinə, eşiyinə, soyuq daha. Sabah işləyərsən, yaxşı? Eşq olsun yurt marketlər şəbəkəmizə, eşq olsun yurdumuza. Həmişə sözümüzü demişik. Allah köməyiniz olsun. Allah sizə var eləsin.